olsun, hörmətli Neftçi TV izləyiciləri. Bura Milli Aviasiya Akademiyasıdır və bugün Neftçi bu meydanda U15 liqasında çempionluğunu rəsmiləşdirə bilər. U15 liqasının EFA Neftçi görüşü bir qədər sonra start götürəcək və hörmətli izləyicilər, artıq heyətlərlə tanış olaq, komandaların heyətlərini nəzərinizə çatdırmaq istəyirəm. Meydan sahiblərindən başlayaq. EFA komandasında qapını 12 İbrahim Mirzəyev qoruyacaq. 6 komandanın kapitanı Raul Əsgərov, 2 Müslüm Vəkilov, 3 Amin Məmmədov, 5 Osman Zahirov, 7 Elçin Məmmədli, 8 Hüseyin Novruzlu, 14 Emil Qasımov, 17 Toğrul Əlizadə, 19 Ömər Osmanlı və 77 Şahin Qasımzadə. Salam, mənim istəyirsinizsə komandamızın heyətini siz də qeyd edə bilərsiniz, səsləndirə bilərsiniz. Qapıda Zəkadır, Həmidli, Emin Quliyev mərkəz müdafiəçi olacaq. Harun Əliyevi artıq demək olar ki, bu həm Qarabağ, həm Sabah oyundan hər kəs yaxşı xatırlayır. Cinahda çox yaxşı işlər görür. Oyuncu qırmızı vərəq aldı. Elləniz müəllim düşünürəm ki, öz təcrübəsindən yaxşı istifadə edə bilir. Komandaları bundan öncəki oyunlarda da həm Qarabağ, həm Sabah kimi rəqiblərə qarşı çox yaxşı kökləmişdi. Həqiqətən də onların performansının yüksəlməsi bizim üçün vacib bir amildir. İndi sağ cinahdan ötürmə. Qapı qarşısında gol! Hesab açılır! Belə bir zərbə ilə gözlənilməz gol! Sağ cinahda qəribə idi deyəsən. Asma etməyə çalışırdı, cərimə meydançasında ötürmə edirdi, amma bu ötürmə qola çevrilir. Və oyuncu seçimi də burada çox önəmlidir. Hər iki məşqçimizdən burada Eldəniz müəllim də seçim barəsində həqiqətən öndə gedən məşqçilərimizdəndir. Seleksiya baxımından. Təbii ki, daim belə deyək, komandalarına Babayev mərkəzə, kapitanla oynayır Emil Quliyev, Emil, əla ötürmə, qafa, gol, əla ötürmə, əla zərbə. Çox gözəl gedir. Həm cinah dəyişməsi oldu, həm ara pası oldu. Çox gözəl gol. Milli komandaya Milli komanda, bir yaş yuxarıda oynamaq. Həqiqətən də bu futbolçunu məhz elə A komandamızda görmək arzusuyla bütün işləri davam elətdiririk. 2-0. Artıq ilk hissədə üstünlüyümüz 2 topa yüksəlir. Hardasa meydanda əslində daha çox qara işi görür. Rəqib hücumların qarşısını kəsməklə məşğuldur. Amma komanda hücuma çıxarkən də fit səslənir və ikinci hissə başladı. Bir daha Neftçiyə uğurlar. Övladlarını izləməyə gələnləri hər kəsə təbrik edirik. Çempionluq münasibəti ilə artıq maçın finalçısı səslənir və bu çempionluq rəsmiləşir. Neftçi U15 liqasının çempionudur, hörmətli izləyicilər. 8 tur, 8 qələbə, toplanılan 24 xal, qarşıda 2 oyun qalsa da artıq heç bir komandanın, heç bir rəqibin Neftçiyə çatmaq imkanı, şansı yoxdur. Bu maçda qazanılan 2-0'lıq qələbə ilə Neftçi çempionluğunu rəsmiləşdirir. Bir daha xatırladım ki, qolları Qərib Qürbətzadə və Qafar Babayev vurdular.